Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində əsl bağ evi satışa çıxarıldı 115 min manata. Baseynə qədər varıdır. Hər şəraiti var. Qanuni bağ evi. İstəyənlər diqqətlə baxsınlar bu videoda. Yəni mən hər şeyi izah eləyəcəm sizə. 4 sotun içərisində bax bu gördüyünüz yaraşıqlı ev satışa çıxarıldı. Bir də təkrar edirəm, 115 min manatadır. Gəlib ev sahibinin özü ilə danışarsınız, qiymətini özünüz yuxarı aşağısını eləyə bilərsiniz. Zəhmət olmasa yavaş-yavaş gələk. Bax, qapını bir dənə buradan göstərək. Jalüz qapıdır. Üstünün kazirokuna qədər var. Kaletka qapıdır. Ondan sonra ağaclardır. Evimizin bax burada görürsünüz, həndəvə 4 bir tərəfinə belə fırlanmaq üçün xüsusi yer var. Sonra başqa nə izah eləyəcəm sizə? Bax, hasarın qırağından bax belə ağaclar əkilib. Görürsünüz. Hətta orada küçəyə çıxmağa bir dənə də qapı qoyulub. O tərəfi də yoldur, qarşı tərəfi də yoldur. Davam eləyək. Bax, burada yaxınlaşırıq, bax bura. Burada qəşəng belə bir baseyndir, görürsünüz. Baseynin qabağında besetkadır. Bir dənə yaxınlaşaq bura. Onu mən evin içərisindən göstərəcəm. Buradan göstərirəm, təxmini biləsiniz. Hətta evin içərisindən də qapıdan bura balkona çıxış var. Baseynin qabağına çıxmaq üçün oradan yolu var. Bu besetkanı da ki, kolonlarla, beton kolonlarla, üstü bütün kolondur. Çox yüksək keyfiyyətlə tikilmiş bir evdir. Evdə keyfiyyətlə tikilib, besetkası da, hasarı da, hər şey çox zövqlə təmir olunmuş bir evdir. Gəlin, 115 min manatadır, qanuni bağ evidir, 4 sotun içərisindədir, qiymətində ev sahibi özü endirim eləyəcək. Davam eləyək. Pilləkənlə qalxırıq evimizin içərisinə. Bax, görürsünüz, qəşəng bunu belə fasadın zadın bu cürünə dekorla bəzəyiblər. Həqiqi çox yaraşıqlı evdir. Bax, buradan daxil oluruq evimizin içərisinə. Bax, gəldik bura. Bura evimizin koridorudur. İşıqlarını yandıraq. Bax, bura evimizin koridorudur. Burada isti poldur. Bir dənə buradan siz çəkin belə göstərək. Bax, bura isti poldur. Seksiya radiatorları var. Qəşəng güzgülərlə bəzədirik. Bax, belə dekorativli təmir olunmuş evdir. Sonra başqa nə izah edəcəm sizə? Elə gəlin birbaşa girək mətbəxə. Birinci mətbəxdən başlayaq. Bax, bura mətbəxidir. Bax, bura mətbəximizdir. Mətbəx meblini görürsünüz, tökmə mərmərdir. Ondan sonra qardaş ev sahibi dedi ki, hətta istəsələr bu xalideynikə qədər evin içərisində saxlaya bilərik. Kuxna meblidir, kombisidir. Buradan kombini də göstərək. Bax, mətbəxdən sonra belə bir balaca qaladokka kimi qapıdır. Kombisidir. Ondan sonra artıq əşyalar olan, havadan əldə ayaqda olan artıq əşyalarını oraya yığırlar. Mətbəx də istif oldu. Ondan sonra buradan davam edirik. Modelimiz də buradadır. Buradan yaxınlaşırıq qonaq otağına. İşığı yandıraq. Bax, bu bizim qonaq otağımızdır. Bir dənə zəhmət olmasa birinci oradan çəkin. Bax, bu bunun qonaq otağı, yəni zalıdır. Bax, laminatı bahalı laminatdır. Təmiri super təmirdir. Gəlib canlı özünüz baxacaqsınız. Evdə də demək olar ki, əşyaların çoxu saxlayacaq evdə. Məsələn, bax, bayaq elə mətbəxdən izah elədim ki, xalideynikə qədər qalır. Xalideynik düzdə öz əşyasıdır. Onu əslində götürməlidir, amma ona qədər saxlayır. Bax, belə. Pərdələri bax, görürsünüz, çəkirik. Qəşəng böyük pəncərədir. Buradan da qapıdır. Qapıdan da açıb balkona çıxmaq olur. Əsl bağ evidir. Bax, TV-stentin yerini görün nə qəşəng düzəldiblər. Həqiqətən çox super zövqlü evdir. Deməli, nə izah eləmək istəyirəm? A boylarıdır, qapılarıdır. Bax, bir dənə qapılarını göstərim. Bax, sən, Yaqub, bilərsən, bu qapı bahalı qapıdır. Həqiqətən bahalı qapıdır. Rozetka, kulçatırlarına qədər hamısı bahalı aksesuarlardan istifadə olunur. Ondan sonra bu isti polun üzəri ilə gəzə-gəzə gəlirik növbəti otaqlara. Bax, burada bir otaqdır. Bax, burada bir otaqdır. Bu yataq otağıdır. Bax, birbaşa baseynə açılır, görürsünüz. Birbaşa açılır baseynə, bax bu. Bax, buranı açıb göstərir, görürsünüz. Bax, birbaşa həyətə çıxır, bax, ağaclara, yaşıllıq, qanuni bağ evidir, yəni. Bu evi alsınız, ya fikirləşməyəcəksiniz ki, yayda harada istirahət edeyim. Elə əsl istirahət eləməyin məkanı bax, buradır. Saray qəsəbəsində ərazi olaraq da qoy təxminən sizə deyim, bilirsiniz haradadır. Bu Saray Post, Bakıdan gələndə Saray Postundan çatmamış yuxarıda evlər var, böyük bahalı villalar olan yer. Bax, həmən ərazidə yerləşir, 4 sotun içərisindədir, 115 min manatadır, qiymətində endirim olunacaq. Gedək o yataq otağını da göstərək. Bax, bir dənə də yataq otağı buradadır. Bunu uşaq yataq otağı kimi də adlandırmaq olar. Bunu işıqını yandıraq. Uşaq yataq otağı da adlandırmaq olar. Bax, bu da bax belədir, gördünüz.
Burada isti poldur. Polu istidir. Buradan da bir dənə sanitar qovşağını göstərək. Bu da bizim sanitar qovşağımız. Görürsünüz, bütün aksesuarlarına qədər əşyalı, hər bir şey yaşayışa tam hazır olan bir evdir. Deməli, bir də izah eləyirəm. Saray qəsəbəsində Bakıdan gələndə Saray postuna çatmamış sağ tərəfdə evlər var, hündürdə. Bax, həmən ərazidə yerləşir, 4 sotun içərisindədir. Besetqalı, manqallı, basenli, əsl bağ evi. Bağda istirahət eləmək üçün insana nə lazımdırsa, həmən bütün avadanlıq hamısı bu bağda var. 115 min manatı da qiymətidir. Elə çox ucuz da deyil qiymət, elə çox katastrofik baha da deyil. Yəni münasib qiymətdir. Hələ nəzərə alın ki, gəlib ev sahibi ilə danışıb yenə endirim eləyə bilərsiniz. 115 min manatdan ev sahibi özü endirim eləyəcək. Allah alana da satana da xeyir versin. Sağ olun.